Duanın qəbul olma şərtləri var. Bəzi şərtlər var bizdən asılıdır, bəzi şərtlər var Allahın iradəsindən və istəyindən asılıdır. Bəzi şərtlər var məkandan asılıdır. İndi məkanımız əlhamdülillah Allahın evidir, mübarək yerdir. Məkanda günah yoxdur. Əgər duam qəbul olmasa deməli günah mənim özümdə olar. Rəbbimin səxavətində, kərəmində də bizim zərrə qədər şəkkimiz, şübhəmiz yoxdur. O Rəbbül aləmindir. Yerlər və göylər ona məxsusdur. O əta edəndir. O bəxş eləyəndir, o verəndir, o bəndəsini eşidəndir. Deməli, duamız qəbul olmayanda günah məndə olur. Məndə də nə günah olur? Duanın şərtlərini əməlləmirik. Duanın əsas şərtlərindən biri budur ki, əzizlərim, tam fikrivi duaya, elədiyin duaya cəmləyəsən. Fikrin qalmasın. İndi cavanlarımız məsləhət görürlər ki, bir kəyallada işıqları söndürəsən. Mən də onların qəlbinə dəymirəm, deyirəm, qoy cavanlar istəyirlər, qoy olsun. Amma əslində mən heç könüldən razı deyirəm bu işə. Yəni, qarşı da deyirəm, amma razı da deyirəm. Niyə? Çünki mən bura gəlmişəmsə, mən üçün işıq yansa da, sönsə də dəxli olmamalıdır, əzizim. İndi işığı cavanlar ona görə söndürürlər ki, diqqət cəm olsun, fikrimiz dağılmasın. Ona görə yaxşıdır, pis deyir. Yəni, yenə deyirəm, mən qarşı deyirəm, amma yenə deyirəm, mənim özüm üçün fərqi yoxdur. Yəni, mən əgər bura dua üçün gəlmişəmsə, istiğfar üçün gəlmişəmsə, mən bura ibadət üçün gəlmişəmsə, işıq yansa da mənə dəxli yoxdur, sönsə də mənə dəxli yoxdur. Bu məsciddə bir mənəm, bir mənim Allahım. Belə eləyin duanı, əzizlərim. İndi bu axırıncı danışıqdır, danışıq olmayacaq, sonra əməllərə başlayırıq. Məsciddə bir mənəm, bir də mənim Allahımdır. Belə düşünün. Heç kəs yoxdur, tək. Necə o, məsciddə tək olsaydın bu gecə neyniyərdin? Necə Allahı çağırardın? Necə yalvarardın Allaha? O cür hiss eləginən özüvü. Telefonlardan uzaq olun. Heç olmasa indi saat yarım əməlimiz olacaq da cəmiyyən. Saat yarım bu telefondan uzaqlaşın. Saat yarım filan kəs belə ağladı, o belə güldü, bu belə danışdı, o belə dedi, o mənə belə. Onları yaddan çıxardın. Olanları yaddan çıxardın. Bu gecə elə bir gecədir ki, Allah Quranda deyir ki, 1000 aydan üstündür. Demişəm sizə, yenə deyirəm. Peyğəmbər salavatullah səhabələri ilə söhbət edirdi. Dedi ki, keçmiş Bəni İsrail peyğəmbərlərindən bəzisinin qövmündə bir kişi olub, 80 il əynindən zirəhi çıxartmayıb. 80 il əynində zireh peyğəmbərin qarşısında xidmət edib. Peyğəmbərlərin cihad edib. İndi 13 yaşından başlayıb, 14 yaşından başlayıb bilmirəm. 95 yaşa qədər də bu ağlabatandır. 80 il əynində zireh peyğəmbərlərə xidmət edib. Səhabələrdən biri dedi ki, ya Rasulallah, biraz məyus oldu səhabə. Dedi ki, ya Rasulallah, onda belə çıxır ki, biz heç vaxtı o kişinin məqamına çata bilmərik. Çünki mən ya 80 il yaşayacam, ya yaşamayacam. Mənim cəmi ömrüm qədər hələ bu peyğəmbərlərə xidmət edib əynində zireh. Mən hara, o hara. Dedi, ya Rasulallah, onda belə çıxır ki, biz heç vaxtı qiyamətdə məqamımız onun məqamına çata bilməz. Cəbrail əleyhissalam nazil oldu, dedi, Leylətul qədri xeyrun min əlfi şəhr. Rasulullah təbəssüm elədi, dedi, qəm yeməyin, məyus olmayın. Allah sizə bir gecə verdi. Bu gecə 1000 aydan, yəni 83 ildən əfsəldir. Yəni, siz bu bir gecədə həman 80 illik cihad edən kişinin savabını qazana bilərsiniz, əldə eləyə bilərsiniz. Bu gecə elə bir gecədir, amma yenə deyirəm, şərti ilə. Şərti ilə. Şərti dedim, birincisi huzurul qəlb, biz ona huzurul qəlb deyirik. Yəni, bütün ürəyin sən və Allah.